Baku Flames günlərindən hər kəsə qucaq dolusu salamlar. İstədim bu iki gözəl anı da sizlərlə bölüşüm. Ona görə də videoya keçid edək. Videonun görürsünüz, kızlara ağ yaraşır. Bundan da kızlara ağ yaraşır. Kızlara ağ yaraşır. Çıxışların əksəriyyəti ingilis dilində idi və bir yerdən sonra söz bazamın kifayət etmədiyinin fərqinə varıb tərcümə aparatına keçid etdim. Virtual bir nümunədir. Sən onu hiss etməlisən ki, onu yazan da, onu aranjman edən də, o kompozitoru ifa edən musiqiçilər də və ən nəhayətdə onu oxuyan insan da öz hisslərindən, duyğularından o trekə yapışdırıb, əlavə edib. Yalnız o formada 50 ildən sonra hansısa algoritmlərlə Uranın səsindən... Onları qoyuram bura. Aha. Sənə nağız götürülür, istəmişsin deyəsən nağız. Bəli. Hot dog istəməmsən? Yox. Yaxşı, uçmasın hot doglar. Yaxşı, sağ olun. Bilirsən də hot dog nə deməkdir? İsti it. 50 mənə bəstərəcək. To send some important message. And while our Sözün əsl və yaxşı mənasında mənim üçün yadda qalan günlər idi. İstər səhnədəki çıxışlar olsun, istərsə də burada yaradılmış köşklər, hər biri öz yaradıcılığını, öz sözünü deyirdi və göstərirdi. Mənim ən sevdiyim performanslardan birini indi istəyirəm burada sizlərlə bölüşüm. Fikirləriniz mənim üçün də maraqlıdır həqiqətən. In theatre before, an audience that doesn't care about Chekhov, but loves their favorite series, movies and musicians. This is Hollywood Saves Theatres. Cameo the app is where celebrities send you one-to-one messages of birthday wishes and wedding congratulations. Only personal use allowed. We outsmarted the app and got Hollywood stars that our audience knows to invite them to our upcoming theatre performances. By getting them to talk about the main characters as if they were sending a personal message to them. Hi, it's Michael Madsen. I have a cameo message from Organ to Tartuffe. You can trust each other. Big brother, Eric Roberts here. Are two beautiful concepts to be universal being. Və nəhayət 2 may tarixinin sonuna gəlib çatırıq. Artıq mən evə yollanıram və səhəri gün yenə eyni saatda gəlirəm Baku Flames-ə. 3 may tarixindən sizləri təkrar salamlayıram. Thank you very much. So that was fine. Here you can see the result. It was a pretty fine job. Tarota girmək istəyirdik və iki mövzu arasında qaldıq, iş və aşk. İşim qaydasındadır, aşkım ümumiyyətlə yoxdur. Fikirləşirdim ki, hansını soruşduram, amma o içəri girəndə qərar verdim ki, sual da var ağlımda. İndi iç səsim görək mənə nə deyəcək, bir mesaj çəkək. Ağlım görəkdə çəkəcəm əzəklərə. Çok absürt bir şey demedim. Güzel şeyler zaman alır. Başa düşmem, bir de hansına dedi bunu? Hansını daha çox istəyirsən ona? Neyse. Günaz xanımdan fərqli olaraq isə mən siz izləyicilərimlə bağlı bir arzu tuturam ki, görək biz bir-birimizi nə vaxt sevib izləməyə başlayacağıq və budur gözəl nəticə alıram. Daha sonra isə çarxı fırladıram. Aparın belə bir hədiyyəsi var idi. Ancaq burada istədiyimə nail ola bilməyib cığalçılıq edirəm və təkrar çarxı fırladıram. Nəhayət 10 azen düşür mənə və bu dəfə qəbullanıb gedirəm artıq. Budur yenə yemək, yenə biz. Gördüyünüz bu köynək isə sadəcə Baku Flames iştirakçılarının 4-ündə var idi ki, ondan birini də məhz biz əldə etməyi bacardıq. Burada isə artıq qaliblərin mükafatlandırılma mərasimi bitki. Həqiqətən Ukrayna zirvə etdi deyə bilərəm və
6 birinciliklə buradan ayrıldılar, səhv etmirəmsə. Biletlərin qiyməti ilə bağlı onu deyə bilərəm ki, əslində 190 manatdan başlayırdı, amma siz tələbəsinizsə və xüsusi promo kodunuz varsa, daha az məbləğlə burada iştirak edə bilərdiniz. Tamam. Kimi görmek istersiniz? Onda ben de size verdiğimiz sözü tutar. Sahneye